Allah buyurur ki, mən o bəndəmdən fəxr eləyirəm ki, halal ruzu qazanmaq yolunda alnından tər axar, bədən yorular. O bəndəmdən fəxr eləyərəm. Xoşu adamların halına ki, haram müqabilində belə dayanır, haram yemir, halal ruzu üçün tər tökür, qışın soyuğunda əziyyəti var, yayın istisində əziyyəti var, Allah o bəndələri ilə fəxr eləyir. Və həmin fəxrin də mükafatı budur ki, Allah onlara bir mükafat verəcək ki, onu heç kim üçün Allah saxlamayıb. O mükafat ancaq o bəndələrə aiddir. Və Allah Resulü sallallahu buyurur ki, öz zəhməti ilə halal ruzu qazanan insan sirat körpüsündən ildırım surəti ilə keçəcək. Heç bilməyəcək ki, siratın harda əvvəli oldu, harda sonu oldu. Elə gətirəcəklər onu siratın körpüsünün başına. Altda cəhənnəm qaynayır, sirat cəhənnəmin üzərindəndir. Altda cəhənnəm dəhşətli şəkildə qaynayır, vəlvələ salıb hamının canına. Hamı gözünün qabağında biri aşır, biri büdrəyir, biri düşür odun içinə. Sən gəlirsən siratın başına, bir də onda görürsən ki, keçmirsən siratı. Xəbərin olmayıb necə keçmirsən. Sual verirlər, bunlar kim idi ki, bunları belə surətlə keçirdilər? Cavab gəlir, bunlar dünyada harama deyil, halala əl uzadanlar idilər. Bunlar halal qazanan insanlar idi.